Mehman Mirzəyev, ikinci qrup Qarabağ müharibəsi, birinci Qarabağ müharibəsi əliyəm, ailəliyəm, 5 uşağım var. Məqsədən rayon Vüqar Qasımov adına kənd tam orta məktəbində hər bir rəhbər 2016-cı ildən fəaliyyət göstərirdim. 2023-cü ilin yanvar aylarında mənə qarşı Pərvin müəllimin hazırladığı senarilərdən biri tətbiq olundu. Bunu artıq bütün Azərbaycan ictimaiyyətinə məlumdur ki, Pərvin müəllimin hazırladığı senari Şəcən məktəblərində müəllimlərə necə tətbiq olunur. Həmən tətbiqlərdən biri də mənə qarşı oldu və işdən azad olundu. Necə oldu? Bax, nə baş verdi? Demək, məktəbdə 10-cu sinif şagirdi üzümə durdu ki, mən ona qarşı telefonda yazışmalar eləmişəm. Yəni ki, yazışmalar olub, məhkəməyə verirlər, məhkəmədən kağızım, əlimdə kağız, heç bir istintaq getdi, heç bir cinayət tərkibi yoxdur və orada mənə bildirirlər ki, işi davam edə bilərsən. Yuxarıda göstərilən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 86 və 212-ci maddələrinə rəhbər tutaraq qərarı aldım. Şəcən rayon məhkəməsinin qərarı. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə Mirzəyev Mehman Saməddinoğlu barəsində cinayət işinin başlanması rədd edilsin. Niyə elədi? Bax, Pərvin nə problem var arasında? Pərvin mənə problemi bilirsiniz necə idi? Mən məktəbdə biraz ədalətin bərpa olunması, düzgünlüyün tərəfdarı idim. Ona görə də onlara mənim mənim elədiyim hərəkətlər məktəbdə düzgünlüyünə elədiyim hərəkətlər onların xoşlarına gəlmirdi. Mənə qarşı hərdən çağırırlar, nə bilim, müəyyən təsirlər olurdu ki, belə eləmə, nə bilim, onu eləmə, bunu eləmə. Şəhid ailələri üçün pul yığma prosesini, onun qarşısını aldım, müəllimlərdən pul yığıb. Etirazımı bildirdim və bildirdim ki, ehtiyac yoxdur. Qaytarım cəmaatdan, kimdən, hansı müəllimələrdən pul almışsınız, qaytarım. Qaytardı da, həqiqətən qaytardı. Nə qədər pul yığırdılar? Kimin nəyə güc satırdı? 5 manat, 10 manat, 15 manat belə pul yığırdı. Yoxlamalar gələndə filan, yoxlamaları yola salmaq üçün, nə bilim, nə, belə arada olub, pulu geri qaytardırdım. Buna görə də mənə biraz da düşdülər prinsipə deyək. Mən üçün vaxt təyin edildilər ki, filan vaxtı gələrsən regiona, ora Qubaya, gələrsən görüşərək. Getdik orada Pərvin müəllim, regionun müdürü mənə qarşılamadı, yəni ki, onunla görüşə bilmədim. Pərvin müəllimlə görüşdüm, Pərvin müəllimlə qəti etiraz elədi ki, sizin işləməyinizə biz məsləhət görmürük. Amma Pərvin müəllimin məsləhət gördüyü müəllimlər ki var, mən onları tanıyıram, deməyəcəm necə müəllimlərdir. Bəlkə də deyərəm, şəxsən Şahzadə müəllimə xəstə bir insan, o necə olur ki, bir dənə sözü deyim, Şəcən rayonunda bu dəqiqə ildə müəllimlər bir dəfə həkim yoxlanışından keçirlər. Heç biri keçir. Bu, hərbi rəhbər işinə girmək öz əllərindədir. Kimisə çıxartıb, kimisə işə təyin eləmək öz əllərindədir. Kim nəsə pul alıb, alırlar pulunu, gətirirlər bir qoyurlar. Pərvin müəllim Şəcən rayonunun tədrisin bərbad günə qoyub getdi. İndi də gedib o regionda da inanmıram ki, o tədrisimizin yaxşı olmaq üçün nəsə eləyir. İnanlası deyil. Adım kimi əminəm ki, o orada tədrisimiz üçün yaxşı nəsə eləsin. Eləyən deyil. Pərvin müəllim özü belə götürsək, əgər şəxsən məni məsləhət görmürsə müəllim işləməyə, Pərvin müəllim özü orada işləməyə məsləhət deyir. Pərvin müəllim cinayət törətmişdi Şəcən rayonunda. O cinayətin axırı nə oldu? Nə cinayət? Adam vurmuşdu, qadını vurmuşdu başqa maşınla. Nə oldu o söhbətin, nə oldu? Heç bir cinayət açılmadı, heç bir tədbir görülmədi onun barəsində. Pərvin müəllim araşdırsalar, Pərvin müəllimin elədikləri, Pərvin müəllimin qazancları, Pərvin müəllimin evi, hansı pulla eləyir bunu, nə bilim maşınlar filan, nə bilim nələr. Nəylə eləyir, hansı, yəni ki, müəllimin o qədər əmək haqqı, müəllimin əmək haqqı ancaq ailəsini dolandırmağa, gündəlik tələbat üçün lazım olan bir məbləğdir. Müəllim bunları nəylə eləyir, hansı pulla eləyir? Yəni ki, bu da hamıya məlumdur. Şəcəndə bir evi var, bildiyimə görə Bakıda evi var, burada qardaşı üçün ev tikir, yəni ki, burada ev tikdikləri ev də balaca ev deyil, yəni ki, məbləğ aparan bir ev layihədir. Yük maşınlarından da əldə edib, hansı pulla bilinmir. Burada qonşuluqda qardaşı üçün ev tikir, layihəçikən də layihəni alıblar ondan. İndi layihə gəlib elə bir yerə satıb ki, layihənin 2-ci mərtəbəsini istəyirlər. Bu da deyir ki, birinci mərtəbənin pulunu verin, mən ikinci mərtəbəni verim sizə. O da vermək istəmir ki, biz
İkinci mərtəbəni nə bilim layihəni dəyişmişik, nə bilim nə etmişik. Dəyişməmişik layihə, həmin layihədir, yerin cəmaatın pulunu verin.